Sabahınız xeyir olsun əziz qonaqlar və festival iştirakçıları. Hər birinizi salamlayıram. Bildiğiniz kimi bugün 4. Bakı Beynəlxalq Piyano Festivalının artıq 10-cu günüdür. Bu silsilə konsertdə dünyanın müxtəlif ölkələrindən olan fərqli janrlarda ifa edən musiqiçilər öz ustalıqlarını nümayiş etdirirlər. Festivalın yaradıcısı və direktoru Azərbaycanın əməkdar artisti Şahin Növrəslidir. Alqışlayaq. Bildiğiniz gibi konsertimiz Beyaz the Future adlanır. Bu ise geleceğin ulduzları demektir. Burada esas məqsəd gənc istedadlara parlaq yol açmaqdır. Tədbirimizin amalı da məhz budur. Bugünkü tədbirimizdə təkcə musiqiçilər deyil, eyni zamanda incəsənətin daha bir qolu olan rəssamlıq da təbliğ olunur. Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının gənc rəssamlarının əl işlərini elə hal-hazırda zalımızda seyr edə bilərsiniz. Belə gözəl istedadları yetiştirdiyinə görə İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədovaya öz xüsusi təşəkkürümüzü bildiririk. Bilirsiniz ki, belə gözəl, geniş tədbirlərin ərsəyə gəlməsi üçün böyük əmək sərf olunur və təbii ki, dəstəksiz mümkün deyil. Və ona görə də bizim bu festivala dəstək olan sponsorları həm sadalamaq, eyni zamanda təşəkkürümü bildirmək istəyirəm. Dişova Rəna. İbrahimova Lenore.